Ağstafa sakininin yaşadığı evin zirzəmisində yanmış vəziyyətdə meyit aşkar edilib. Hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. 1975-ci il təvəllüdlü kimsəsiz yaşayan kənd sakini Elman Teymuroğlu Əliyev yaşadığı evin zirzəmisində qardaşı Oqtay Əliyev yanmış vəziyyətdə aşkar edib. O bildirir ki, qardaşı Elman bir neçə dəfə əməliyyat olunmuşdu, eyni zamanda spirtli içki aludəçisi olub və evdə kimsəsiz qalırdı. Oqtay bildirir ki, evin zirzəmisində qardaşının meyidini gördükdən sonra hüquq mühafizə idarəsinin əməkdaşlarına məlumat verib. Heç kimlə ədavətlərinin olmadığını deyən Oqtay qardaşının ölüm səbəbini xəstə olması ilə əlaqələndirir. Ben gələndə gece saat 4'ün yarısını gördüm. Kapı bağlı, yine yanğı işi var. Sonra aşağı düşdüm, aşağı baxdım belə. İncə dediyim kimi, yəni qapının arxasında televizor, tələdim, açdım, baxdım, heç nə yox. Sonra çıxdım elə buradan abrasını təzən qayıtdım dala. Lambirin əri işələndə üstünü açanda gördüm yanıqda. Meyit zirzəmidən çıxarıldıqdan sonra nümunələrə götürülüb aidiyyəti üzrə təhvil verilib. Elman Əliyevin yaxınları bildirir ki, o evli olub ayrılıb. Qonşularla çox mehriban olduğu deyilir. Son bir neçə gündə isə ondan heç kimin xəbəri olmayıb. Oğlan içən adam idi, içirdi, gəp bizim bağın ayağında yatırdı. İçkindən qurtarmışdı, sonra başladı içməyə yenə. Alkolla yarandı. Sonra içirdi, gəldi, bağda yatırdı, gəp burada yatırdı, padvalda. Ailesi de boşanmış. Ailəsinə boşandı. Nəvələri adı var, 2 uşaqları var. Qazatda yaşayırlar. Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma başlanılıb. Kamran Əskiparalı, Yusif Əliyev bu gün informasiya proqramı üçün.